Bismillah, elhamdülillah və salatu və selamu alə Rasulillah. Hal-hazırda olduğumuz məkan Allah Resulü sallallahu aleyhi ve sellemin ən sevimli sahabələrindən, ən qiymətli sahabələrindən Əbu Ayyub el-Ensarinin qəbrinin, məzarının olduğu yerdir. Rasulullah sallallahu aleyhi ve sellem Mədinəyə hicrət etdikdən sonra evində qaldığı sahabə, bir çoxunuzun siyar oxuyanların bildiyi üzrə Xalid ibn Zeyd Əbu Ayyub el-Ensari radiyallahu anh olur. Bu sahabə adından bəlli olduğu üzrə Mədinəli Ənsardan bir sahabə idi və Allah Resulü sallallahu aleyhi ve sellemin həm ən böyük dəstəkçilərindən birisi, evini ona açmış birisi və həmçinin Allah Resulü ilə bərabər bütün savaşlara qatılmış birisi idi. Yəni Allah Resulünün bildiyimiz bütün savaşlarına, Bədir, Uhud, Xəndək, Xeybər və digər savaşlarına onunla bərabər qatılmış bir sahabə idi. Allah Resulünün vəfatından sonra Əbu Bəkir radiyallahu anh'ın xilafəti zamanında da o aktiv şəkildə cihadda iştirak edən bir sahabə idi. Ömər radiyallahu anh xilafəti zamanında da Fələstinin, Suriyanın, Misirin və digər ərazilərinin fəthində iştirak eləmiş bir sahabə idi. Bu sahabə həmçinin Əli radiyallahu anh zamanındakı savaşlarda da onun yanında yer alan birisi idi və ən önəmli diqqət çəkməyimiz gereken nöqtə odur ki, səfər üçün gəldiyi zaman həmin qoşunun içərisində olur və orada bir hadisəni İbn Kəsir öz təfsirində nəql edir ki, orada müsəlman qoşunun içərisindən bir neçə nəfər çox qəhrəmanlıqla, çox da özünü müdafiə eləməyərək düşmən üzərinə hücum etdiyi zaman başqa bəzi müsəlmanlar bu ayəni oxuyurlar ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. Bu ayəni eşitdiyi zaman Əbu Ayyub el-Ensari radiyallahu anh deyir ki, əslində bu ayə sizin bildiyinizin əksinədir. Deyir ki, biz malımızla, canımızla Allah Resuluna yardım etdik və nə zaman ki Məkkə fəth olundu, artıq İslam hakim oldu, o zaman bizdən bəziləri, Əbu Ayyub el-Ensari həmin savaşda bunu deyir. Deyir ki, o zaman bizdən bəziləri öz aramızda oturduq və danışdıq ki, biz Allah Resuluna yardım etdik. Bundan sonra artıq ailələrimizlə və ya mal qazanmaqla daha çox vaxtımızı keçirək. Bunun üzərinə Allah Azze və Cəllə bu ayəni endirdi ki, Allah üçün infaq edin və öz əlinizlə özünüzü təhlükəyə atmayın. Yəni Əbu Ayyub el-Ensari radiyallahu anh demiş olur ki, burada infaqı, yəni Allah üçün mal xərcləməyi və cihadı tərk etmək də əslində öz əlində özünü təhlükəyə atmaq. Və İbn Kəsir Əl-Bidayə və Nihayə adlı tarix kitabında da Əbu Ayyub el-Ensarinin İslam qoşunu ilə bərabər ilərləyən yaşlarına rəğmən bura cihad üçün gəldiyini bildirir. Yəni 80-in üzərində bəlkə yaşı olmasına baxmayaraq Konstantinopola cihada gəlir, savaşa gəlir, müsəlman qoşunu bura gəlir, amma həmin vaxtı fəth müəssər olmur müsəlmanlara. Yəni müsəlmanlar burada uzun müddət şəhərə almaq üçün mübarizə aparsalar da, şəhərə ala bilməyəcəklərini anladıqları zaman geri dönmək planı ortaya çıxır və bu zaman Əbu Ayyub el-Ensari radiyallahu anh burada xəstələnir. Yəni Mədinədən qalxıb çox yaşlı vaxtında Konstantinopola gəlir, çünki Allah Resulünün buraların fəthi üçün, buralarda iştirak edən ordu üçün xüsusi müjdəsi olduğunu bilir və Əbu Ayyub el-Ensari radiyallahu anh burada xəstələnir. Vəfat edəcəyini anladığı zaman qoşundakı müsəlmanlara deyir ki, məni gedə bildiyiniz ən uzaq nöqtəyə dəfn edin və geri qayıdın. Sahabələr də o zaman ki İstanbul, Konstantinopol qala divarlarına az qalmış bu əraziyə gəlib çatırlar və burada Əbu Ayyub el-Ensari radiyallahu anh dəfn edirlər və İslam torpaqlarına geri qayıdırlar. İslam torpaqlarına geri qayıdırlar, amma Əbu Ayyub el-Ensarinin qəbri burada qalır. Hicri olaraq 49, 50, 51, 52 kimi tarixlər qeyd olunur. Səhv xatırlamırsa İbn Kəsir Hicri 52-ci il tarixini verir, yəni Əbu Ayyub el-Ensarinin vəfat tarixi olaraq. Bir də bildiyimiz Fatih Sultan Məhmədin 1453-dəki İstanbul, yəni Konstantinopol fəthinə qədər buralar Bizansın ərazisi olaraq qalır və 1453-də bu torpaqlar fəth olunduqdan sonra, İslam torpağı olduqdan sonra Əbu Ayyub el-Ensarinin qəbri də tapılır və bildiyiniz bu məkan hal-hazırda üzərində olduğumuz bu məkan Əbu Ayyub el-Ensarinin qəbrinin olduğu məkandır. Əbu Ayyub el-Ensari radiyallahu anh həyatının bir çox nöqtəsi ilə biz müsəlmanlara ibrət olan bir sahabədir və belə sahabələrin olduğu, gəzdiyi yerlərdə olmaq da biz müsəlmanlar üçün bir şərəfdir. Allahdan diləyimiz odur ki, Uca Allah həm Əbu Ayyub el-Ensari ilə, həm digər sahabələrlə və ən başda Allah Resulü sallallahu aleyhi ve sellemlə bərabər bizi cənnətində bir araya gətirsin. Elhamdülillahi Rabbil alemin.